Bütün uğurlu insanlar üçün dönüş nöqtəsi bir an, bir qərar, bir fürsət olub. Onlar həmin anı qaçırmayıb, fürsətləri dəyərləndiriblər. Məsələn, Google ilk vaxtlar qurucuları Larry Page və Sergey Brin sadəcə bir axtarış motoru yaratmaq istəyirdilər. Facebook, Mark Zuckerberg universitet tələbələri üçün sadə bir sosial şəbəkə yaratmışdı. Amazon, Jeff Bezos kitab satmaq üçün kiçik bir onlayn mağaza açdı. Dəyişmək istəyirsənsə, səbəb axtarmaq əvəzinə hərəkət etməlisən. Həyatın dəyişməsi üçün bəzən illər lazım olur, bəzən isə sadəcə bir saniyə kifayətdir. Bir qərar, bir fürsət, bir cəsarətli addım, bunlar hamısı sənin taleyini kökündən dəyişdirə bilər. Bəzən bir kitab oxuyursan, beynində yeni bir qığılcım yaranır. Bəzən yeni bir insanla tanış olursan, düşüncələrin dəyişir. Bəzən də bir işə başlamaq qərarına gəlirsən, gələcəyini formalaşdırırsan. Bir sərmayə qoyursan, illər sonra səni milyonçu edə biləcək toxumu əkirsən. Tarix boyu uğurlu insanlar bir anda verdikləri qərarla zirvəyə yüksəliblər. Bir iş adamı ilk sərmayəsini yatırarkən, bir idmançı qələbəyə doğru qaçarkən və ya bir sənətçi öz əsərini yaratmağa başlayarkən, hamısı bir saniyə içində həyatlarını dəyişdirən bir qərar vermişdilər. Sən də bugün həyatını dəyişdirə biləcək bir qərar verə bilərsən. Bir işə başlamaq istəyirsənsə, elə indi başlamalısan. Bir bacarıq öyrənmək istəyirsənsə, bugün ilk addımı atmalısan. Unutma, vaxtı gələndə deyil, qərar verdiyin an hər şey dəyişir. O qərar isə elə indi, bu saniyədə ola bilər. Çünki bəzən həyatını dəyişdirmək üçün illər gözləməyə ehtiyac yoxdur. Sadəcə cəsarət göstər və hərəkətə keç. Bugün bu uğurlu qərarlardan biri olan Bitcoin barədə danışacağıq. 2009-cu ildə bir neçə sent dəyərində olan Bitcoinə çox az insan inanırdı. Lakin zaman keçdikcə bu rəqəmsal valyuta milyonlarla insanın həyatını dəyişdi və yeni maliyyə inqilabının əsasını qoydu. Bitcoin 2009-cu ildə Satoshi Nakamoto adlı anonim bir şəxs və ya qrup tərəfindən yaradılan ilk və ən məşhur kriptovalyutadır. Ənənəvi pullardan fərqli olaraq, Bitcoin nə bir banka, nə də dövlətin maliyyə sisteminə bağlıdır. O, blockchain texnologiyası vasitəsilə idarə olunur və istifadəçilər arasında P2P sistemi ilə ötürülür. Bu isə o deməkdir ki, heç bir vasitəçi olmadan bir şəxs digərinə Bitcoin göndərə bilər. Bitcoinin əsas xüsusiyyətlərindən biri mərkəzləşdirilməmiş olmasıdır. Yəni Bitcoin heç bir hökumət və ya təşkilat tərəfindən idarə olunmur. Bütün əməliyyatlar şəbəkədəki minlərlə kompüter kodlar tərəfindən təsdiqlənir. Və Bitcoin məhdud saydadır, cəmi 21 milyon Bitcoin mövcuddur. Və bu, onu qızıl kimi dəyərli edir. Yeni Bitcoinlər mədənçilik prosesi ilə tədricən yaradılır. Həm də o təhlükəsizdir. Hər bir Bitcoin əməliyyatı blockchain adlanan açıq və dəyişdirilməsi mümkün olmayan bir sistemdə saxlanılır. Sərhədsiz və qlobal olması bu işi daha da dəyərli edir. Bitcoin dünyanın istənilən nöqtəsinə bir neçə dəqiqə ərzində göndərilə bilər və ənənəvi bank köçürmələrindən daha sürətlidir. Bitcoinin yaradıldığı ilk dövrlərdə dəyəri bir neçə sent idi. Hətta 2010-cu ildə Laszlo Hanets adlı bir proqramçı 10.000 Bitcoin qarşılığında sadəcə 2 pizza almışdı. O dövrdə bu adi bir əməliyyat kimi görünsə də, həmin Bitcoinlərin dəyəri sonradan milyonlarla dollar oldu. Bitcoin illər keçdikcə investorların diqqətini çəkməyə başladı. 2017-ci ildə Bitcoin ilk dəfə 20.000 dollar həddini keçdi. 2021-ci ildə isə təxminən 69.000 dollara qədər yüksələrək bir çox insanı milyonçu etdi. Bu sürətli artım Bitcoin milyonçuları adlı yeni bir təbəqənin formalaşmasına səbəb oldu. Bəs Bitcoin qiyməti niyə bu qədər artım qazanır? Birinci əsas məsələ tələb və təklifdir. Bitcoinlərin sayı məhdud olduğu üçün ona maraq sürətlə artır. Bu da qiymətin yüksəlməsinə səbəb olur. İkinci məsələ institusional investisiyalardır ki, bu da iri şirkətlər və banklar Bitcoini qəbul etməyə başlayıb. Məsələn, Tesla bir müddət Bitcoin ilə ödəniş qəbul edirdi. Üçüncü etibarlı aktiv olaraq görülməsidir. Bəzi insanlar Bitcoini qızılın rəqəmsal versiyası kimi görür və onu inflyasiyaya qarşı bir qoruma vasitəsi hesab edir. Və ən yaxşı tərəfi isə dünya üzrə qəbul edilməsidir. Artıq El Salvador kimi bəzi ölkələr Bitcoini rəsmi valyuta kimi qəbul ediblər. Bəs gələcəkdə Bitcoin biznesi və maliyyəni necə dəyişdirə bilər? Bitcoinin populyarlığı artdıkca bəzi iqtisadçılar və texnologiya mütəxəssisləri onun ənənəvi bank sistemlərini tamamilə dəyişdirə biləcəyini düşünür. Gələcəkdə insanlar banklara ehtiyac duymadan Bitcoin ilə ticarət edə, maaş ala və hətta daşınmaz əmlak belə ala bilərlər. Bitcoin artıq sadəcə bir rəqəmsal pul deyil,
bütün maliyyə sektorunu dəyişdirən inqilabi bir texnologiyadır. Bugün sizlərə illər öncə heç kimin ağlına belə gəlməyəcək uğurlu ideyalar barədə danışmağa çalışdım. Doğrudan da zamanında anidən verilən bir qərar illər sonra böyük nəticələr verə bilər. Siz də bugün ani bir qərar verərək həyatınızı dəyişə biləcəyinizə inamlı olmalısınız. Bugün sizin üçün az da olsa çətin gələn bir qərar və ya yatırım illər sonra əl çatmaz bir sərmayə ola bilər. Videonun sonunda sizdən istədiyim, əgər sizdə nə vaxtsa belə uğurlu addımlar atmışsınızsa və ya ətrafınızda belə bir insan varsa şərhlərdə fikirlərinizi bizimlə bölüşün və videonu bəyənməyə, abunə olmağı unutmayın. Növbəti videolarda görüşənədək.